Salam əziz və dəyərli dinləyicilər, necəsiz? Ümidvaram yaxşısınız. Biz bugün başlayacağıq nədən? Deməli, Leyli və Məcnun poemasının 4-cü hissəsindən başlayacağıq. Yəni 3 hissəni çəkmişəm, video olaraq yerləşdirmişəm. Kanalda keçid edib baxa bilərsiniz. Hazırda isə 4-cü hissənin izahını təhlillə bərabər oxusunu təqdim edəcəm. Qeyd eləyək ki, 43 səhifəlik PDF-dir və 43 səhifəlik PDF-dən sadəcə 10 səhifəmiz qalıb ki, onu da qısa bir vaxt ərzində inşallah ki, oxuyub sizə təqdim edəcəyim. Başlayaq. Leylinin dəvəyə sirrini açması. Bax, bu hissədə qalmışdıq. Deməli, Leyli dəvənin halını görüb öz halından ona söz açdı. Ey tükləri ənbər ətirli, çöhrəsi gül, tikan yayan xasiyyəti xoş. Ey başı açıq, ayağı yalın, nə qədər qadınlar səninlə yol getmiş. Deməli, çün nəqadə gördü nəşəyi hal, qıldı ona həm bəyani əhval. Key qaliyə muyu ənbərin buy, gül çöhrə vi xar-xar xoş xuy. Ey başı açıq, ayağı yalın, bulmuş neçə gəz hərəm visalın. Eşq vurğunusan, keyfin necədir? Deməli, dəvədən halını, əhvalını soruşur ki, eşq vurğunusan, keyfin necədir? Köksündəki bu köhnə dağ nədir? Deməli, onun köksündəki dağı soruşur ki, köksündəki bu köhnə dağ nədir? Kim sənə zülm edib? Hər ləhzədə bu fəqanın nədir? Yolun aşiqlər yoludur. Əgər aşiqsənsə, dostun mənəm deyir. Sövdəzadə nişədir dimağın, köksündə nədir bu əski dağın? Kimdən sənə yetdi zülmü bidad? Hər ləhzə nədir fəqanı fəryad? Uşaq təriqidir təriqin, gər aşiq ilsən mənəm rəfiqin. Sən də yar eşqindən, qəmindən ağlayırsan, sən də bizim cərgədənsən deyir. Nə deyir? Deyir, sən də yar eşqindən, qəmindən ağlayırsan, sən də bizim cərgədənsən. Mənim kimi sənin də cilovun özündə deyil. Baxın, bu sətraltı məna daşıyan bir hissədir ki, bunu xüsusilə qeyd eləyək. Deyir, mənim kimi sənin də cilovun özündə deyil. İpin başqasının əlindədir. İndi ki, səninlə bir yolun yolçusuyuq, rəhm elə mənə, şövqümü gör. Nədir? Deyir, mənim kimi sənin də cilovun özündə deyil, ipin başqasının əlindədir. Burada bir növ qadın hüquqsuzluğuna toxunulmuşdurmu? Bəli, toxunulmuşdur bu hissədə. Nalan qəmi eşqi yardansan, sən dəxi bizim qatardansan. Mən kimi yox əldə ixtiyarın, bir özgə əlindədir məharın. Çün düşdü səninlə ittifaqım, rəhm elə mənə, gör iştiyaqım. Lütf elə, xeyir iş gör, Məcnunum olan yerə üz tut. Deməli, dəvədən nə istəyir? Deyir, Məcnunum olan yerə üz tut. Bu vurğunu o aya yetir. Bu vurğunu o aya yetir. Deməli, Leyli Məcnunu aya bənzədirmi? Bənzədir. Bu dərdi davaya yetir. Birdən yol gedə-gedə huşunu itirdi, özünü unutdu. Deməli, getdiyi yerdə huşunu itirir. Lütf elə binayı karı xeyr et, Məcnunum olan diyara seyr et. Bu şifteyi yetir ol ayə, bu dərdi yetişdir ol dəvaya. Nagah gedərdi oldu bihuş, mütləq özün eylədi fəramuş. Bihuş halda o işıq yol yoldaşlarından aralı düşdü və gecənin qaranlığı elə idi ki, heç Sariban da xəbər tutmadı. Deməli, gecənin qaranlığından Sariban da xəbər tutmadı. Sariban kim idi? Deməli, karvanın başçısı idi. Bihuşluğunda düşdü ol nur, həmrahi olan güruhdan dur, yəni uzaq. Ol növ idi zülməti şəbi tar, kim olmadı Sariban xəbərdar. Çün gəldi özünə ol pərivəş, oldu bu qəziyyədən müşəvvəş. Elə ki, o pəri özünə gəldi, bu qəzanı bildi, gözünü açıb, özünü itirmiş gördü. Yoldaşları onu qoyub getmişdilər. Dərdinin üstünə dərd gəldi. Yol gedən dəvəni tərpətdi, özünü o tərəfə, bu tərəfə vurdu. Yol axtardı, nə yol, nə yolçu tapıldı. Nə də deyir, karvandan bir əsər göründü. Göz açdı, özünü gördü itmiş, həmrahi buraxmış, onu getmiş, yəni yol yoldaşı. Dərd üzrə müzaəf
oldu dərdi, tərpətdi həyuni rəhnəvərdi. Çox cəhd ilə eylədi təkapu, çox yol arayıb yüyürdü hər su. Nə rah, nə rahibər bulundu, nə qafilədən əsər bulundu. Yol yazıq Məcnunun diyarına gəlib çıxdı. Deməli, yol yazıq Məcnunun diyarına gəlib çıxır. Nigaran o yana bu yana gəzərkən ay üzlünün gözünə birdən bir zərif, daha doğrusu zəif şəxs göründü və ona mail oldu. Düşdü güzər ol səmən üzarə, Məcnun həzin olan diyarə, hər yan nigarən gəzərdi olma. Bir şəxsi həzin göründü nagah, sormağa aləmə-i mənazil, ol şəxsi həzinə oldu mail. Yol iz soruşmaq lütfi ilə mərhəmətlə xəbər aldı ki, kimsən? Deməli, Leyli Məcnunu tanıyırmı? Xeyr, tanımır. O yazıq dərd əsiri başını qaldırıb cavab verdi ki, Məcnun, yəni mən Məcnunam. Leyli dedi, ey özündən razı. Onu nə adlandırır? Özündən razı. Qarışqa özünə əjdaha deyə bilməz. Nədir? Deyir, qarışqa özünə əjdaha deyə bilməz. Qarğa özünü bülbül adlandırmaz. Qarğa özünü bülbül adlandırmaz deyir. Ya da tikan güləm deyə bilməz. Deməli, nələri müqayisə edir burada? Deyir, kimsən? Deyir, Məcnun. Deyir, ey özündən razı. Onu özündən razı adlandırır Leyli. Qarışqa deyir, özünə əjdaha deyə bilməz. Qarğa özünü bülbül adlandırmaz. Ya da deyir, tikan güləm deyə bilməz. Bir dəqiqə. Lütf ilə təkəllüm etdi ağaz. Kimsən deyibən yetirdi avaz. Baş qaldırıb ol əsiri məhzun. Döndərdi cavab ona ki, Məcnun. Leyli dedi, ey özünə məğrur, ey özündən razı. Haşa deyə əjdaha sözün mur. Yəni deyir ki, mur nədir? Yəni qarışqa, əjdaha da əjdaha. Haşa deyə zağ bülbüləm mən. Yəni heç deyir, qarğa deyər ki, bülbüləm mən. Zağ, bülbül quşu. Ya laf ura xar kim? Güləm mən. Ya da deyir, xar, yəni deyir, tikan deyər ki, mən güləm. Məcnun dedi, ey yeganə inci. Deməli, Məcnun onu nə adlandırır? Yeganə inci adlandırır onu, yeganə inci. Sən Məcnunun bir nişanını bilirsənmi? O aşıqın nişanı nədir ki, gördükdə onu tanıyasan? Məcnun dedi, ey düyrü yeganə, Məcnuna bilirmisən nişanə? Ol şiftənin nədir nişanı? Gördükdə nədən bilirsən ani? Yəni, hansı nişanla tanıyarsan sən onu? Leyli dedi, o pərisifətdir. İlk öncə nədir? Deyir, pərisifətdir. Üzü də, qəddi də dilrubadır. Sən tikansan, onu tikan adlandırır. O dünyanın əzizidir. Sən səfil və sərgərdansan. Deməli, Leyli Məcnunu nə adlandırır? Üzürlüsən. Deyir, o deyir, pərisifətdir deyir, o deyir, dünyanın əzizidir və dilrubadır. Sən deyir, tikansan, səfil və sərgərdansan deyir. Leyli dedi, ol pərilli qadır, rüsxarla qəddi dilrubadır. Sən şiftəsən, əsiri matəm, rüsxarı şikəstə qaməti xəm. Sən xərsən, ol əzizi aləm. Sən xər yox, xarsən, ol əzizi aləm. Sən bisər üpasən, ol müəzzərəm. O müəzzərim. Məcnun dedi, eşq əhli xar olur, səfa gözəllərə yaraşır. Eşq əhli xar olur, səfa gözəllərə yaraşır. Məcnun dedi, əhli eşq olur xar, hüsn əhli nədir? Səfa, səzavar. Leyli dedi, ey bəhanəçi, ağlar ürəyimi ofsunlayan. Tutaq ki, görünüşün, yaraşığın qəmdən tökülübdür, deyir. Ya qamətini zülməyib. Məcnun idrak əhli sayılır. Şeirləri incə, dili isə pakdır. Hanı səndə o ürək yandıran əda, ürək işıqlandıran şeir və hekayətlər? Səndə deyir, bunlar hardadır? Nələr? Ürək yandıran əda, ürək işıqlandıran şeir, hekayətlər. Leyli dedi, ey bəhanə pərdaz. Qeydi, dili, zarinə füsunsaz. Peykər, tutalım töküldü qəmdən. Ya qamətin oldu xəm sitəmdən. Məcnunu deyərlər əhli idrak. Əşar-ı lətifü, ləhcəsi pak. Səndə qanı ol ədayı dilsuz. Əşar-ı hekayət-i diləfruz. Məcnun dedi, hal əhli lal olur.
Nə olur? Lal olur. Göz yaşlarının onların halına şahid olmağı bəsdir. İbarələr və gözəl sözlər eşq əhli üçün sadəcə sübutdur. Rahatlıqdan mənim kimi uzaq olanın lal olması üzürlü deyilmi? Məcnun dedi, əhli hal olur lal, bəsdir nəmi əşq şahidi hal. Tərtibi ibarətü fəsahət, eşq əhlinədir dəlil rahət. Rahətdən olan mənim kimi dur, yəni rahatdan uzaq olan dur, uzaq mənasını verir. Gər samit ola deyilmi məzur, gərə deyir sakit ola, səssiz ola. Leyli dedi, sənə şübhə edirəm, məcnunsansa halını anlat. Leylini sevirsənsə danış və bir şeirlə keçmişləri yad et. Leyli dedi, çün sənə şəkkim var. Məcnun isən eylə halın izhar. Leyliyi sevərsən eylə bünyad. Bir şeir keçən zamanın et yad. Məcnun öz halını Leyliyə bildirməsi hissəsinə gəlirik. Yazıq Məcnun and eşitdi və onun şeir dinləmək arzusunu gördü. Müfəssəl qəmini qısaca təsvir edərək əhvalını ona danışdı. Məcnun həzin eşitdi sövgən, gördü onu şeirə arizümənd. Təfsili qəminə verdi icmal, qıldı ona ərzi surəti hal. Deməli ona öz əhvalından, bu hala düşmə səbəbindən danışır. Ey dərdimin çəməninə su səpən, sirrimin kələfinin dolaşığını açan, günlərimin necə keçdiyini, eşqdən halımın necə olduğunu sorma. Dildarımın qəminnənmi, sevənlərin nəsihətindənmi, ya da düşmənlərin tənəsindənmi danışım? Key səbazey dərdimə verən ab, sərişdi razdan açan tab, sorma necə keçdi rüzigarım, eşq içrə nə oldu halizarın, dildar qəmimi söylüyüm ah, ya pənd mühibbü təni bədxah. Neçə günlərlə məktəb cəfası keçdim, hər günüm gecəyə qədər zülm əzab oldu, axırda düşmən tənəsi güc gəldi, yarım mən xəstədən ayrıldı, əfsanəm aləmə aşikar oldu, atam anam mənə çarə axtardı. Çəkdim neçə gün cəfayı məktəb, hər roz məşəqqət ilə ta şəb. Hər gün deyir, məşəqqət ilə düz axşama qədər. Axır ki deyir, çox oldu təni əğyar, ayrıldı məni şikəstdən, ayrıldı məni şikəstədən yar. Faş oldu çü aləmə fəsanəm, tədbirimə düşdü atəm, anəm, yəni atamla anam. Gah həkim çıldağı gördüm, gah səy ilə Kəbəyə getdim. Lakin heç yandan bir qapı açılmadı. Dostlarım əlacımda aciz oldu. Gah nofəllə yalvardım, arzuma çatmadım. Gah dəğdəğəyi təbib gördüm, gah səy ilə Kəbəyə yügürdüm. Açılmadı heç bədnəm, nə babdən bab, təbirimə aciz oldu əhbab. Gah nofələ eylədim təzərrü, feyzində bulunmadı təvəqqü. Gah yarım İbn Səlama yar olub, bəlalı ürəyimə ağrı veribdi. Gah Zeydin sözlərinə inandım, verdiyi vədləri doğru sandım. Gah İbn Səlamə yar olub yar, verdi dili mübtəlaya azar. Gah Zeyd peymanına inandım, hər vəd ki verdi doğru sandım. Ümmid ilə ömrüm oldu zayi. Ümmid ilə ömrüm zaya getdi, taleyin hökmü halımı xarab etdi. Qısası vücudum bərbad oldu, bir an fəlakətdən şad olmadım. Ümmid ilə ömrüm oldu zayi, halım betər etdi zəfi tali. Əlqissə vücudum oldu bərbad, bir ləhzə fəlakətdən olmadım şad. Leylinin Məcnunu tanıması. Nəhayət bu qədər açıqlamadan sonra tanıyır. Elə ki Leyli onun kim olduğunu bildi, gözlərindən üzünə yaş seli axdı. Ağlayaraq dedi, ey gözümün çırağı. Deməli bunu kim deyir? Leyli deyir. Ey gözümün çırağı, vəhşlərlə el mənimlə yad olan. Vəhşlərlə el mənimlə yad olan. Sən mən dediyim dostum imişsən. Ürək dərdimin təbibi imişsən. Cün bildi kim olduğun Leyli, rüzxarına axdı əşk seyli. Giryan dedi, ey gözüm çırağı, vəhşilərə el mənimlə yağı. Sən mən dediyim həbib imişsən. Dərdi dilimə təbib imişsən. Gecəli gündüzlü dilimin sözü, könlümün xəyalı, fikri sənsən. Səni tanıya bilmədiyim üzürlüdür.
Mən məstəm, məstin işi xətadır. Bunu kim deyir? Leyli deyir. Özündən xəbərsiz birisi özgəni necə tanısın? Deməli, bax bu fikirlər kimin fikirləridir? Leylinin. Mən məstəm, məstin işi xətadır. Özündən xəbərsiz birisi özgəni necə tanısın? Sənsən dünü gün dilimdə zikrim, könlümdə olan xəyali fikrim. Gər tanıya bilmədim rəvadır. Məstəm, məni məst işi xətadır. Kimsə ki özündən ola qafil, bir özgəyi bilməyə nə qabil? Onda ki ətrini duydum, gözlərim ay üzünün şüasını seçdi, canım bixəbər oldu, əqlim aşiq oldu, canımdan min əzab oyandı. Heyranlıq dəryasında batdım, səni yadlardan seçə bilmədim, deyir. Ol dəm ki dimağa yetdi buyin, göz gördü şuayı mahi ruyin. Can bixəbər oldu əql şeyda, tən qıldı min izdirab peyda. Dəryayı təhəyyürə olub qərq, əğyardan etmədim səni fərq. Ey gözəlim, bu halımı bağışla, tənə vurma, halımı pozma, sənsiz mən ürəyi sınıq idim, yüz şükür axır ki sənə yetişdim. Ümid gülşəninə su çiləndi, ay Allah, bu xəyaldırmı, yoxsa yuxu? Məzur tut, ey sənəm bu halım, tən eyləmə, vermə inifialım. Sənsiz mən idim şikəstə xatir, yüz şükür sənə yetişdim axir. Gülzarı ümidim oldu sirab, ya Rəbb bu xəyaldırmı, ya xab? Şadlığımın çırağı yandı, yoxsa yatmış baxdım oyandı. Ey ürəyim, vüsal həsrəti ilə nalə çəkirdin. Deməli, birinci nəyə müraciət eləyir? Ürəyinə müraciət eləyir. Kim? Leyli. Ey ürəyim, vüsal həsrəti ilə nalə çəkirdin. Buyur, bu da ürək zövqünün vəsil dövləti. Allah eşqinə, daha nalə çəkib ağlama. Ey gözüm, indi başlayır gözünə müraciət eləyir. Hələ yox, bu tərəfə keçək. Beşidə. Ey şu tərəbim çırağı yandı, bəxtim yuxudan məgər oyandı. Ey dil ki edərdin ahu nalə, deyil yəni ürək. Daim nigaran olub visalə. Ha dövləti vəslü zövqi didar, billah dəxi etmə nalə vizar. İndi isə gözünə müraciət edir ki, ey gözüm, gül rəngli yaş töküb hərdəm hanı məcnun deyərdin. Bunu gözü deyirmiş. O Yasəmən sənin qarşındadır. Nə deyir? O Yasəmən sənin qarşındadır. Deməli, bunu Məcnunu Leyli kimə, nəyə bənzədir? Yasəmənə bənzədir. Daha sonra qədəmlərinə gövhər yağdır. Ey intizar çəkən canım, həmişə yarı görmək istəyirdin. Ey didə töküb siriş ki gülgün, hərdəm deridin qanı məcnun. Mənzurun olubdur ol səmənbər, qıl məqdəminə nisar gövhər. Ey can ki çəkərdin intizarı, görmək diləyib həmişə yarı. Ona yetmişsən, gəl indi bədənimdən çıx get, yarımın ol, məndən əl çək. Deməli, burada canına da müraciət eləyir, deyir ki, ey intizar çəkən canım. Deməli, ürəyinə müraciət elədi, daha sonra gözünə müraciət elədi, bir də canına müraciət elədi ki, və sonra da deyir, ona yetişmisən, gəl indi bədənimdən çıx get, yarımın ol, məndən əl çək. Yetdin ona gəl, çıx indi təndən, get yarə, kəs ixtilatı məndən. Və növbəti hissəyə gəlirik. Deməli, Məcnunun Leyliyə etinasızlığı və saflığını sübut etməsi. Məcnun dedi, ey pəriyə bənzər sənəm, bu zəif çörçöpə od vurma, məni yandırmaq üçün xəyalın da bəsdir. Məndə sənin vüsalına taqət yoxdur, mənlə deyir sənin qovuşmağımıza taqətim yoxdur. Çəkin ey Yasəmən üzlüm, deyir nə? Çəkin ey Yasəmən üzlüm. Deməli, burada da Məcnun onu Yasəmən üzlü adlandırır. Yuxarıda gördük ki, Yasəmən adlandırır Leyli onu. Amma Yasəmən üzlüm deyən kimdir? Məcnundur. Deyir, çəkin ey Yasəmən üzlüm, üzünün güzgüsünü göstərmə. Bir zərrənin ki vücudu yoxdur, ona güzgüdən fayda olmaz. Məcnun dedi, ey büyütü pərivəş, xaşa ki zəifə urma atəş. Yandırmağıma yetər xəyalın, yoxdur mənə taqəti visalın. Visalın. Zinhar gətirmə ey səmənbər, ayinəyi ərazin, arizin bərabər. Bir zərrəyə kim vücud yoxdur, aynədən ona sud yoxdur. Gözlərimdə nur olan günlərdə üzünü məndən gizləyirdin ey huri.
İndi sənə baxmağım çətin olar. Çətin olan vaxt qarşımda dayanmağın nə üçündür? Eşqin vəsl binasını möhkəm eləyib. Mənada mən sənə bağlanmışam. Nədə bağlanmışam? Mənada. O gün ki gözümdə var idi nur, gözdən üzünü yaşırdın ey hur. Hala ki nəzarən oldu müşkil, durmaq nə üçündür mənə müqabil. Eşq etdi binayı vəsli möhkəm, məni səninlə həmdəm. Mənim artıq surətə etibarım yoxdur. Heç istəmirəm də surətə ov olam. Ürəyimin məskəni olan yarın üzündən ləzzət alan canım idi. Canım əfsus ki, çoxdan əlimdən gedib. İndi cismimdəki özgə candır. Rəf oldu bu etibari surət, haşa ki olam ki kahri surət. Ləzzət ruxu yar idilistandan, candır bulan ey diriq candan. Canım gedəli bəsi zamandır. Cismimdəki indi özgə candır. Sənsən indi bədənimdə canım, gözümdə nurum, ciyərimdə qanım. Sən məni məndən aldın, səndən kimə şikayət eləyim? Mən özüm yoxam, məndə var olan sənsən. Sənsən hala tənimdə canım, gözdə nurim, ciyərdə qanım. Məndən bəri eylədin məni sən, ərzə kimə eyləyim səni mən? Məndə olan aşikar sənsən, mən xud yoxam, ol ki var sənsən. Sən daima məndə görünsən, mən ondan da təsəlli alıram. Əgər mənəmsə, sən nəsən ey yar? Deməli, nədir? Deyir, sən daima məndə görünsən, mən ondan da deyir, təsəlli alıram. Əgər mənəmsə, sən nəsən ey yar? Əgər sənsənsə, onda mən yazıq nəyəm? Əgər sənsənsə, onda mən yazıq nəyəm? Mən səninlə dolu olduğum halda heç birlik yolunda doğru olardımı sənin nişanını içimdən kənarda axtaram? Onsuz da deyir, sən məndə bütövləşmisən. Mən sənəmsə deyir, sən kimsən? Heç deyir, sənlə mən bütöv olduğum halda, yəni mən sən olduğum halda deyir, doğru olar ki, mən sənin nişanını başqa yerdə, içimdən kənarda axtaram, sənin özgə bir yerdə olduğunu düşünəm. Zaten deyir, sən məndəsən, daim sənə məndədir təcəlli, mən qeyrdən olmuşam təsəlli. Gər mən isəm, nə sənsən ey yar? Vər, sən isən, nəyəm mən izar? Çün mən olubam səninlə məmlu. Vəhdət rəşvində xoş deyil bu. Kim dışarıda istəyəm nişanın, bir özgə məkan bilən məkanın. Əvvəl bu işin binası qoyulanda mən uşaq idim. Zamanə isə ustad. O məni sənə bağlamışdı və elə bil ki, əlifba oxudurdu. İndi böyüyüb ağıllanmışam. Kamil də əbcəd dərsi oxuyuram. Kamil də deyir, əbcəd dərsi oxuyarmı? Əvvəl deyir, mən sənə aşiq olanda uşaq idim və zamana isə deyir, ustad idi. O məni deyir, sənə bağlamışdı və elə bil ki, əlifba oxudurdu. İndi deyir, böyüyüb ağıllanmışam. Kamil də əbcəd dərsi oxuyarmı? Əvvəl bu işi edəndə bünyad, mən tifil idimi zəmanə ustad. Etmişdi sənə məni müqəyyəd. Güya oxudurdu dərsi əbcəd, əlifba dərsi. Hala qılıban kamal hasil, əbcəd səbəqin oxurmu kamil? Eşqimin başlanğıcı kamala yetib. İndi mən ancaq baş hərflərlə məşğulam. Mən rüsvayçılıqda ad çıxarmışam. Sən də bu yolu tutma. Bax nədir? Deyir, sən də bu yolu tutma. İsmət pərdəsi içində aram ol. Rüsvay mənəm, sənin adın yaxşı qalsın. Deməli, nə deyir? Deyir, rüsvay mənəm, sənin adın yaxşı qalsın, deyir. Bir saniyə. Aha. Çün yetdi kamalə sərxəti eşq, sərxət görüb ancaq eylərəm məşq. Risvalığa çün mən etmişəm ad, sən bu süluki etmə bünyad. Tut pərdeyi ismət içrə aram, risvay mənəm, sən ol nikunam. Risvay deyir, mənəm, sən deyir, adını yaxşı saxla. Bir növ bunu nəyinə oxşar götürə bilərik? Oqtay Aloğlu'da Oqtay Firəngizə deyir ki, sən bu dünya deyir, sənin üçün çox kirli bir yerdir. Yəni sən bu dünyaya layiq deyilsən. Daha doğrusu dünya sənə layiq deyil kimi bir ifadə işlədir və onu bu dünyadan azad edərək, yəni sanki çirkinliklərdən azad edilmiş kimi bir təəssürat bağışlayır.
Aləm əhli məni Məcnun çağırır, dəlilik məndə yurd salıb, sən el aləmin dilinə düşmə. Məcnunluq işi Leyliyə nə layiq? Bunu kim deyir? Məcnun deyir ki, Məcnunluq işi Leyliyə nə layiq? Məcnun mənəm, ey vəfalı dildar, divanəliyə mən layiqəm. Məcnun mənə derlər əhli aləm, ancaq mənədir cünun müsəlləm. Sən olma fəsanə-i xəlayiq, Məcnun işi Leyliyə nə layiq? Məcnun mənəm, ey vəfalı dildar, divanəliyə mənəm səzavar. Sən halını dəyişmə, heç rəvadırmı Leyli də Məcnun ola? Qəmxarımsan ey pərisifət, onu pərisifət adlandırır, elə qəmxarlığın da mənim bəsimdir. Yetər ki, sən həmişə pərdənişin olub, daima pərdədə qalasan. Yetər ki, deyirsən, daima pərdədə qalasan, yəni gizlənəsən. Sən eyləmə halını digərgün. Leyli nə rəva ki ola Məcnun. Qəmxarsan ey büyütü pəriru. Qəmxarlığın həmin yetər bu. Kim pərdənişin olub həmişə, daim qılasan hicab pişə. Gün kimi hərdəm seyrə çıxıb camalını özgələrə göstərməyəsən. Sən nəyi adət eləsən, mənim varlığımdan o xəbər verəcək. Mən eşq səhrasının torpağıyam. Bütün el bilir ki, eşq yolunda təmizəm. Gün kimi çıxıb müdam seyrə, göstərməyəsən camal qeyrə. Yəni cəmalını deyir gizlə. Kim səndə nə olsa rəsmü adət, ətvarımadır mənim şəhadət. Yəni sən deyir nə eləsən, onsuz da o məndə öz əksini tapacaq. Mən eşq güzərgəhində xakəm. El cümlə bilir məni ki, pakəm. Vəfalı yarım, mənə rəhm et. Tənə əhlinin ağzını açma, çəkin. Çünki mən eşqin qaydasını, yolunu tutmuşam. Namus qaydalarını unutmuşam. Namusunu hər ləkədən saxla. Sən əqlin ətəyini əlindən buraxma. Belə. Rəhm et mənə, ey büyütü vəfadar. Tən əhlinin ağzını açma zinhar. Çün mən rahü rəsmi eşq tutdum, namus təriqini unutdum. Namusunu saxla hər xələldən. Sən əql ətəyini qoyma əldən. Təqrib ilə ol əsiri məchur. Bu vəfalı yarım müraciət edir ha. Vəfalı yarım bir də harda var idi? Vaqif əsərində var idi. Xuramana kinayə ilə deyirdi ki, ey vəfalı yarım. Leylinin Məcnun davranışını bəyənməsi, Leylinin Məcnunun davranışını bəyənməsi. Leyli dedi, ey kamil vücud. Nə? Kamil vücud. Öz ismətində haqqa yaxınlığa qabil. Sənin əqlinin yüksəlişini sınayırdım. Əsl halını sınayırdım. Necə olduğunu bildim. Çox gözəl səviyyədəsən, bərəkallah. Leyli dedi, ey vücudu kamil. Qürb-ü həqə ismət ilə qabil. Merac-ı kamalını sınardım, keyfiyyət halını sınardım. Oldum necə olduğundan agah, xoş mərtəbədir bu bərəkallah. Əhsənlər ki, pakzat imişsən, torpaqdan yaranmış gözəl varlıq imişsən. İnsafla deyə bilərəm ki, sən öz şəhvətini söndürməyə özündə qüvvə tapmısan. Yəni nəfsinin qulu deyilsən. Eşqində riya olduğunu güman edirdim. Sənin davranışını imtihana çəkirdim. Əhsəntə ki, zat-ı pak emirsən, pakizə vücud-i xak emirsən. İnsaf həmin ola qənaət, təksini həvaya istiaət. Eşqində riya güman edirdim, ətvarını imtihan edirdim. Allaha şükür olsun, məlum oldu ki, sənin varlığında vəsl qəbahətdir. Qəmliydim, məni şad elədin. Aslılıq zəncirindən məni azad elədin. Mən qafil bir özünü sevər idim. Nadanlıqla daim məst idim. Əli minnətullah oldu məlun, vəsl olduğu məşrəbində məzmun. Qəmnak idim, eylədin məni şad. Bu qeyd tələqqüddən azad. Bir qafili xudapərəst idim mən. Cəhl ilə müdam məst idim mən. Leylinin anasına vəsiyyəti və ölməsi. Artıq Leylinin ölüm hissəsi. Tanrısına sirrini dedi, ürəyindəki yalvarışını bildirdi. Deməli, Tanrısına sirrini deyir, ürəyindəki yalvarışını bildirdi. Ey qiyamət mülkünün hakimi, əbədi taxtın sultanı,
Ümidsizlik oduna yandım. Vallah bu canımdan da usandım deyir. Məbudinə ərz qıldı razın, bildirdi könlündəki niyazın. Key hakimi ərsə-i qiyamət, sultan-ı sərir-i istidamət. Nomidlik ateşində yandım, billah bu vücuddan usandım. İndi ki dost məni qəbul etmir, vallah bu həyatdan bezmişəm. Mən yarımın ayrılıq gecəsinin şamıyam. Yanıram, qara günlüyəm. Qara günlüyəm. Məni dünyanın zülmü elə yandırıb ki, ölənəcən bir an dincələ bilməyəcəyəm. Çün dost yanında naqəbuləm, billah bu həyatdan məluləm. Mən şəmi şəbi fəraqi yarəm, suzan-i siyah ruzigarəm. Yandırdı məni cəfayı aləm, dinləməzəm ölməyincə bir dəm. Deyirdim bəlkə vücudum qalaydı, bəlkə bir görüş mümkün olaydı. Görünür ki, günəşim aydınlıq bürcündə imiş. Mənim pərdəm, mənim varlığım imiş. Ya Rəbb, mənim pərdəmdir, mənim varlığım imiş. Yəni, qovuşmamağımıza səbəb mənim varlığım imiş. Ya Rəbb, məni heçliyə yetir. Çünki həq yolum keçlik yoluymuş. Məni deyir heçliyə yetir. Çünki həq yolum heçlik yolu imiş. Deyirdim ki, vücudum ola baqi, şayət düşə vəsl ittifaqı. Pərtöv bürcündə afitabım, bildim ki, vücud imiş hicabım. Ya Rəbb, məni et fənaya mülhəq. Kim rahi fəna imiş, rahi həq. Pak olduğu üçün duası təsir etdi və dərhal əhvalı dəyişdi. Əhvalının pozulmasının təsiri ilə zəiflik canına üstün gəldi. Dərdi get-gedə artdı, titrəmə, qızdırma rahatlığını əlindən aldı. Pak idi duası etdi təsir, filhal micazi oldu təğyir. Təsiri həvaya namünasib, tərkibinə qıldı zəf, qalib. Gəldikcə ziyadə oldu dərdi, təblərzə fərağətin gedirdi. Lərzə nədir? Yəni əsmək. Yanar şam kimi qızdırma içində o pəriyə bənzər məhv oldu. Gülabi çəkilmiş gül kimi tər içində onun hüsnü və təravəti itdi. Zəifliyi o məqama yetdi ki, yataq içində cismi itdi. Qızdırma edir. Məhv oldu təb içrə ol pərivəş, bir şəm kimi ki görə atəş. Əksildi ərəqdə hüsnü tabi, bir gül kimi kim gedər gülabi. Zəfi təni ol məqamə yetdi, kim bəslər içində cismi itdi. Yataqda nişanını görmək istəyən onun gücsüz vücudunu görə bilməzdi. Salamatlıq əlamətləri yox oldu, ölümünün nişanələri göründü, səfərə yığışdı, köçmə əlamətləri üzə çıxdı. Ölüm ayağındadır. Bəstərdə tələb qılan nişanın, görməzdi vücudu natəvanın. Rəf oldu nişanə-i səlamət, müftinə göründü min əlamət. Əzm elədi olmağa misafir, rehlət əsəri çi oldu zahir. Utanmaqdan keçib anasına gizli sirrini açdı. Ey ürək dərdimin dərmanı ana, əməl şamımın ziyası ana, qəmimi gizlətməkdən cana doydum, bacardığım qədər dözdüm. Rəf etdi hicab ehtirazın, faş etdi anaya gizli razın. Key dərdi dilim dəvası ana, şəm əməlim ziyası ana, qəm gizlətmə ilə canə yetdim, ta mümkün idi təhəmmül etdim. Nədir? Ürək dərdimin dərmanı. Burada nə deyir? Deyir, key dərdi dilim, dəvası ana. Görək nə deyir anasına. İndi getmək qərarı alındı. Sirrimi sənə açmalıyam. Məlumun olsun ki, ey xanımım, mən ruhuma sancılmış xəncərdən ölürəm. Canımda eşq qəmindən başqa özgə bir xəstəlik yoxdur, deyir. Hala ki müqərrər oldu getmək, fərz oldu bu sirri zahir etmək. Olsun sənə ey zəifə rövşən, kim tiği həva, həlakiyəm mən. Cismimdə yox özgə dərd tabi, illa qəm eşq izdirabı. Mən bədbəxt ağlar aşiqəm, bir ay üzlünün vurğunuyam. Onun sevdası ilə varlığım yox oldu, ömrüm onun həvəsi ilə bitdi. Camalını çox arzuladım, amma bir an vüsalını görmədim. Mən aşiq-i zar-ı binavayəm, bir mahliqaya mübdalayəm.
Sövdası ilə yox oldu varım. Keçdi həvəs ilə ruzigarım. Çox arzu eylədim camalın, bir dəm görə bilmədim vüsalın. Binəva. Onun divanəliyi məndən də böyüdü. Qeys ikən adı Məcnun olub. Həmişə vaxtını mənim qəmimlə keçirir. Bircə anda olsa ona kam qismət olmayıb. Mənim ucbatımdan el aləmdə rüsvay olub, əfsanələrə çevrilib. Məndəndir onun cununi əfzun, Qeys ikən olubdur adı Məcnun. Daim keçirər qəmimdə əyyam, bir gün ona hasil olmayıb kam. İsvai zamanə oldu məndən, afaqə fəsanə oldu məndən. Aha. Ey ömrümün munisi ana, burada anasına yenə müraciət edir. Ey ömrümün munisi ana, qəmxarım, sədaqətli dostum ana, sədaqətli dostum ana. Mən əbədiyyət diyarına üst tutanda, dünyaya vida edib gedəndə, mənsiz ah-fəğan eyləyib səhralara düşəndə, əgər yolun onun diyarına düşsə, mənim dərdimi o yaralıya yetir deyir. Ey munisi rüzgarım ana, qəmxarımı, qəmqusarım ana. Mən dari bəqaya əzm edəndə, dünyaya vida edib gedəndə, mənsiz çəkib ahlar, fəğanlar, səhralara düşdüyün zamanlar, düşsə yolun olan diyarə, ərz-i qəmim eylə ol fikarə. Ona tuş olarsansa, sakın etinasız olma, bil ki, xoş insandır. Ətəyini tut, razılığını al, de ki, mən günahkar üçün dua etsin. Bir də söylə ki, ey vəfalı dildar, ağlar Leyli yolunda can verdi. Eşqdə sənə verdiyi sözü yerinə yetirdi. Dediklərində əyrilik olmadı. Zinhar ona olanda vasil, xoş kimsədir, ondan olma qafil. Yəni deyir, o yaxşı insandır, ona belə deyək də, necə deyək, bir dəqiqə. Laqeyd yanaşma da, yəni damanını tut, rizasını istə, yəni ətəyini tut, rizasını istə. Mən mücrim üçün duasını istə. Ərz eylə ki, ey vəfalı dildar, can verdi yolunda Leyli zar, eşqində yerinə yetdi lafı, dəvasının olmadığı xilafı. Mən ağlar aşiqin dilindən de ki, ey eşqdən vəfadan dəm vuran, mən xəlvət dünyasına qovuşdum, azad və şad oldum. Sən də gəl və gör gecikmə, gözləyirəm, vaxtını itirmə. Bu, deməli, bu sözlər Leylinin dilindən verilib. Bir daha oxuyuram. Mən ağlar aşiqin dilindən de ki, ey eşqdən vəfadan dəm vuran, mən xəlvət dünyasına qovuşdum, azad və şad oldum. Sən də gəl və gör, gecikmə, gözləyirəm, vaxtı itirmə. Bunu kimə deyir? Anasına deyir. Söylə məni zarı mübtəladən, key eşqdə laf edən vəfadan. Xəlvətgahı ünsə məhrəm oldum. Azada vüşad-ı xürrəm oldum. Sən həm gələ gör təəllül etmə. Mən müntəzirəm, təğafül etmə. Əgər sən də bu yola sadiqsənsə, səbr eyləmə. Dünyanı tərk et. Gəl ürək arzumuza çatıb o yerdə yar olaq ki, orada yad yoxdur. Həmişəlik elə bir evdə olaq ki, oradan səda çıxmaz. Gər sadiq isən bu yolda sən həm, səbr eyləmə, eylə tərki aləm. Gəl kami dil ilə olalım yar, bir yerdə ki, yoxdur onda əğyar. Daim olalım bir evdə həmraz, kim çıxmaya dışra, ondan avaz. Vəsiyyətini sona yetirdi və o qonaq şəfər yolunu tutdu, mehriban yarını yad elədi və vüsal arzusu ilə canını tapşırdı. Çün qıldı vəsiyyətini axir, əzmi səfər etdi ol müsafir. Yad eylədi yar-ı mehribanın, vəsl arzusu ilə verdi canın. Leylinin vəfatından Məcnunun xəbərdar olması və bu dərdə dözməyib ölməsi. Çox zülümlər çəkmiş ağlar Zeyd bu hadisəni biləndə dərhal yol tutub Məcnun yazığa xəbər çatdırdı. Deməli, Zeyd ancaq loxəbər deyək, müasir dilimizdə. Loxəbərdir də, yəni deməli, Leyli ilə İbn Səlamın evlənməsini, İbn Səlamın ölümünü, həmçinin Leylinin də ölümünü kim gətirir? Zeyd gətirir. Bircə dənə Məcnunun atasının ölümünü kim gətirir? Ovçu gətirir. Amma qalan xəbərləri Zeyd gətirir. Çox zülümlər çəkmiş ağlar Zeyd bu hadisəni biləndə dərhal yol tutub Məcnun yazığa xəbər çatdırdı.
Kim zeydi sitemrəsli deyizar, ol vaqədən olub xəbərdar. Filhal qılıb əziməti rah, məcnun həzini etdi agah. Sözlərə bax, ay Allah. Ey xəstə taleyi bədbəxt, əfsus ki səyin zay oldu, bəxtinin tilsimi pozuldu, daha bu işdə nə çıxa bilər? Bazarın pozuldu, malını yığışdır və bu zəncirdən qurtar. Keyşifdə şikəstə tali, əfsus ki səyin oldu zayi, idbar tilsimin oldu batil, bu məşğələdən dəxi nə hasil? Bazar pozuldu, yığ büsatın, bu silsilədən kəsis irtibatın. Leyli dünyanı sənə tapşırdı. Sən həmişəlik ol, o isə fənaya uğradı. Məcnuna bu xəbər çatanda ciyərindən elə bir ah çəkdi ki, o dünyada sevgilisi də bunu duydu. Az qaldı ki, bu nalədən dildarı o dünyada əcəl yuxusundan oyansın. Leyli sənə verdi zindəgani, sən ol baqi, oldu fani. Məcnun ki xəbərdən oldu agah, söz cigər ilə çəkdi bir ah, yəni yanıq ciyəri ilə. Kim gülğüləsin həm ol zamanda, ay Allah, sözlər qəribədir də. Cananı eşitdi ol cahanda. Az qaldı ki naləsi ilə dildar, ol xabi əcəldən ola bidar. Bir anda fəryadı göyə ucaldı, yerə yıxıldı, huşu başından çıxdı, elə ki özünə gəldi, nalə çəkdi. Solğun üzünü göz yaşları ilə suvardı. Bir ləhzə bülənd olub xuruşi, düşdü yerə, getdi əqli huşi. Çün gəldi özünə qıldı nalə, yağdırdı xəzan-ı üzrə jalə. Zeyd ilə bərabər yola düşdü, elə bir gündə idi ki, Allah göstərməsin. Elə ki Gülzarının məzarını gördü, yıxılıb qəbri qucaqladı. Köksünü məzar kimi qazıb, qəbir kimi üstünə torpaq ələdi. Gözündən qanlı yaş axaraq qəbir daşını lələ çevirdi. Düşdü yola, oldu Zeydə həmrah, bir hal ilə kim, nə üzü billah. Çün gördü məzarı Gülzarın, düşdü və qucaqladı məzarın. Köksünü qılıb ləhəd kimi çak, mərqət kimi saçdı başına xak. Qəbr üzrə axıtdı qanlı yaşın, ləl eylədi yaşı qəbri daşın. Göz yaşları qəbrin torpağının üstünü doydurdu və altını da suladı. Gözündən axan incilər məzardakı nigarın üstünə şabaş kimi çiləndi. Yer üzün edib sirik ki məmlu, keçdi yerə, ol sirikdən su. Oldu dürü əşkibi qərarı, qəbr içrə nigarının hisarı. Göz yaşına xitabən dedi, ey qara ayrılıq gecəsinin ulduzu, indi sənin çıxmağın vacibdir. Çünki o günəş yox oldu, o ay elə bir bürcün küncündə məqam tutub ki, ona küləklər belə çatmaz. Bu məqama diqqət yetirək, göz yaşına xitabən deyir bu sözləri. Baxın, yadda saxlayın, bax bu sözləri göz yaşına deyir. Görək göz yaşına nə deyir? Ey qara ayrılıq gecəsinin ulduzu. İndi sənin çıxmağın vacibdir. Yəni göz yaşlarına deyir ki, indi sənin çıxmağın vacibdir. Çünki o günəş yox oldu. O ay elə bir bürcün küncündə məqam tutub ki, ona küləklər belə çatmaz. Göz yaşını eylədi müxatəb, key tirə şəbi fəraqə kövkəb. Çıxmaq sənə oldu indi vacib. Kim oldu ol afitab qaib. Bir bürcü məqam tutmuş olmaq, kim olmaz ona nəsim həmrah. Əgər insafın varsa, sən də dayanma. Gir torpağa, onu xəbər al. Gör hardadır, o yeganə inci, zamanın odu ona nə edib? Onun ayağını öp, arzumu, yalvarışlarımı yetir. Deməli, göz yaşına deyir ki, əgər insafın varsa deyir, sən də deyir dayanma, gir torpağa, onu xəbər al. Gör deyir hardadır, o yeganə inci, zamanın odu ona nə edib? Zamanın odu ona nə edib? Onun ayağını öp, arzumu, yalvarışımı yetir. Göz yaşı ki, onun ayağını öpsün. Sən durma əgər mürüvvətin var, gir torpağa, istə onu zinhar. Gör qandadır oldu yeganə. Nə etmiş ona afəti zamanə? Pabus edibən yetir niyazım, bildir bu təzərrü ilə razım. Ey Şam, bu qaçmağın nədir? Mən bəxti qaradan, indi Şama müraciətlə deyir bu sözü.
Deyir, ey Şam, bu qaçmağın nədir mənbəxti qaradan? Gizlənməyin nədir? Aləm bizə qəm şərabının camını tutanda, bu camdan həm mən içdim, həm sən. Bu badədən məstmi olub məclisi tərk etdin. Aha, artıq dünya qaranlıqlaşır deyə. Elə deyir, key şəm nədir bu ictinabın? Mənbəxti siyahdən hicabın. Camimi qəm tutanda aləm, həm sən içdin bu camı, həm mən həm. Məst etdi məgər səni bu badə, kim bəzimdə durmadın ziyadə. Yoldaşım idin bu yolda, ey mah. İndi aya müraciət ilə deyir ki, yoldaşım idin bu yolda, ey mah. Heç yoldaş da yoldaşını qoyub gedərmi? Ey torpaq göylərin qarşısında fəxr elə, ey torpaq. Göylərin qarşısında fəxr elə. O pakdür sənin dostunu alıb. Zülfünün rəqibi olma, ey ilan. İlana da müraciət eləyir. O axı saçlarını deyir, saçlarının içində inləyən ürəyim var. Axı deyir, o saçların içində inləyən ürəyim var. Deməli, Şama müraciət edir. Birinci nəyə müraciət edir? Göz yaşına, sonra Şama, daha sonra mah, yəni aya, daha sonra torpağa və sonra isə ilana müraciət edir. Deməli, göz yaşı, Şam, mah, yəni ay, torpaq və bir də ilana müraciət edir. Daha sonra həmrahım idin bu yolda ey mah. Həmrahı qoyub gedərmi həmrah? Əflakə təfəxür eylə ey xak, torpaq. Kim oldu rəfiqin ol, dörü pak. Zülfünə müariz olma ey mar, yəni mar ilandı. Kim onda müqimdir, dili zar. Xalına toxunma ey qarışqa. Qarışqaya da müraciət eləyir. Ey qarışqa deyir, onun xalına toxunma. Çünki hicranlı canım ona bağlıdır. Ey ömrüm, daha başqa gəl. Daha başa gəl, axı dünya gözümdə qaraldı. Nə qədər ki yar var idi. İndi ağla da müraciət edir. Ey ömrüm, daha başa gəl. Axı dünya gözümdə qaraldı. Nə qədər ki ağla yox. Nə qədər ki yar var idi, aləm mənə xoş idi. Yar yoxdursa, var olanlar da yox olsun. Xalına tərrüz etmə ey mur. Mur nədir? Qarışqadır. Murginə, yəni mur. Kim bağlıdır onda canı məhcur? Ey ömür, gəl indi başqa sən həm. Kim çeşmimə tirə oldu aləm. Aləm xoş idi ki var idi yar. Çün yar yox olmasın nə kim var. Nə kidir var, yar yoxdursa onlar da olmasın. Deməli, nə deyir? Burada bir daha toxunaq bu şeylərə. Göz yaşına müraciət edərək deyir, dərinliklərə get deyir və deyir, neynə deyir? Onun deyir, ayaqlarını deyir, öp. Və deyir, get deyir, onun ayaqlarını öp. Bir dəqiqə, haradaydı o? Onun ayağını deyir, öp, arzumu, yalvarışımı çatdır. Bax, bu hissədə. Sonra Şama müraciət eləyir və deyir ki, mən bəxti qaradan niyə gizləndin deyir. Sonra aya müraciət edir, deyir, heç yoldaş da yoldaşını qoyub gedərmi? Sonra torpağa müraciət edir ki, deyir, göylərin qarşısında fəxr elə. O pak dür sənin deyir, dostun olub. Sonra ilana müraciət edir ki, saçların içində deyir, inləyən ürəyim var. Zülfünün rəqibi olma deyir. Yəni onun deyir, saçlarının rəqibi deyir, olma, ilana deyir. Qarışqaya müraciət edərək deyir ki, onun deyir, neynə, xalına toxunma. Deməli, 12-ci beytə baxırıq. Ey canım, xəstə bədənimə vida et. İndi canına müraciət eləyir. Deyir, ey canım, xəstə bədənimə vida et. Bəsdir, bu xəstə bədəni tərk elə. Yolunu gözləyirəm, əcəl, insafın olsun. Ələmimə və qəmimə son qoy. Əcələ deyir ki, yolunu gözləyirəm. Məni bu qəm izdirabından qurtar. Vücuduma yoxluq dünyasından müjdə ver. Özünə ölüm arzulayır. Ey can, təni xəstəni vida et. Bu xəstə elə yetər niza et. Müştaqinəm, ey əcəl, kərəm qıl. Dəfi aləm ilə rəfiqi qəm qıl. Qurtar məni izdirabi qəmdən. Ver müjdə vücudimə ədəmdən. Güzgümün pasını sil, etibar pərdəmi parçala, arada nə varsa yox et. Məni nigarıma yetir, yarım mənə vüsal təklif edir. Elə bir xəlvətə ki, orada yadlar yoxdur. Aynəmi elə jəngdən pak, qıl pərdə-i etibarımı çak. Rəf et nə isə aradə hail, eylə məni ol nigarə vasil. Təklifi visal edər mənə yar, bir xəlvətə kim yoxdur əğyar.
Aha, mənə deyir, yarım təklif eləyir ki, elə bir xəlvət ki, orada heç kim yoxdur. Yəni yadlar yoxdur. Səndən mənə kömək rəvadır. Mən getməsəm böyük xətadır. Allah eşqinə köməyində ləngimə. Çünki bəxtimə səadət üz verib. Mən getməmək eyləsəm xətadır. Səndən mənə bir mədəd rəvadır. Billah məbədimdə qılma ihmal. Kim bəxtimə üz veribdir iqbal. Ya Rəbb, mənə nə cisim, nə də can gərəkdir. Cananımsız cahan mənə gərək deyil. Bundan sonra da məni zəlil və xar etmə. Fələyin sərsəmi eləmə. Ya Rəbb, mənə cismi can gərəkməz. Canımsız cahan gərəkməz. Minbəd zəlilü xar qılma. Sərgəşdə ruzigar qılma. Və əhvalatın tamamlanması hissəsinə gəldik, çatdıq. Ürəyindəki sirləri deyəndən sonra Tali onun arzusuna müvafiq əməl elədi. Haqqın köməyi ilə yardımı onu məqsədinə yetirdi. Əməl bağçasından gül dərdi. Əcəl qədəhindən mey içdi. Çün razi dərunin etdi təqrir, rəyinə müvafiq oldu təqdir. İmdad qılıb inayəti həq, qıldı onu məqsədinə mülhəq. Gül dərdi hədiqeyi əməldən, mey içdi sürahi əcəldən. Nigarının məzarını qucaqlayıb canını ona qurban elədi. Zavallı və səbirsiz aşiq Leyli deyərək öz şirin canını verdi. Qəbrini qucaqladı nigarın, can sədqəsi etdi ol məzarın. Leyli dedi, verdi canı şirin, ol aşiqi biqərarı miskin. Dərdli Zeyd bu halı görəndə yaxasını yırtıb, fəryad qopardı, növhə dedi, səsini göylərin zirvəsinə ucaltdı. Elə zar-zar ağladı ki, bütün aləm ahının oduna toplaşdı. Deyir, çün gördü bu halı Zeyd qəmmak, əfğan qılıb etdi yaxasını çak. Fəryad ilə qıldı növhə bünyad, övcü fələkə yetirdi fəryad. Zar ağladı öylə kim hər ol dəm, ahı oduna yığıldı aləm. Bütün el cəm olub Məcnunun bəxti qaranı qəbr üstünə yıxılıb, canını sevgilisinə qurban vermiş gördü. Onun halına ağlaya-ağlaya dəfn eləməyə qərarına gəldilər. El cəm olub etdilər nəzarə, Məcnuni siyah ruzigarə, qəbr üstünə gördülər yıxılmış, cananəyə can nisar qılmış. Əhvalına ağlayıb sərasər, dəfn etməyin etdilər müqərrər. Zəif bədənini yuyub qüsül verdilər. Nigarının məzarını açıb onu da həmin qəbrə qoydular. Nəhayət dərdlisinə yetişdi. Ruh göylərdə ruhla görüşdü. Bədən yerdə bədənə qovuşdu. Bütün çətinliklər yox oldu. İstəyili istəyinə çatdı. Deməli, qüsül eyləyib bəntəni nizarın, dildarının açdılar məzarın. Qoydular onu həm ol məzarə, qəmnak yetişdi qəmqusarə. Ruh oldu fələkdə ruhər həmraz, tən oldu tən ilə yerdə dəmsaz. Rəf oldu təlüqqati hail, mətlubuna talib oldu vasil. Bir məclisə 2 şah qonaq oldu, bir bürc 2 aya mənzil oldu. Qəbrin üstünə nişan qoyuldu və bu əfsanə bütün dünyaya yayıldı. Bir bəzm 2 şahə məhfil oldu, bir bürc 2 mahə mənzil oldu. Qəbr üstünə qoydular nişanə, faş oldu bu macəra cahanə. Belə. Deməli, nəhayət ki, bu əsəri bitirdik artıq 4-cü hissə ilə. Əgər bura qədər gəlmisinizsə və kanala abunə deyilsinizsə, bəyəndinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.